Deməli uşaqlar, bizim bugünkü dərsimiz olacaq əvəzlik. Ümumi əvəzlik haqqında nə bilməliyik? Uşaqlar, birincisi əvəzliyin özünə məxsus sualı yoxdur. Çünki əvəzlik hansı suala cavab verəcək? Əvəz etdiyi nitq hissəsinin sualına cavab verəcək. Nəzərdə saxlayın. Yəni yazırıq bura, nitq hissələrini əvəz edir. Əvəz edir. Bu formada nəzərdə saxlayın bunu. Yalnız o halda əvəzlik suala cavab verir. Əgər ismi əvəz eləyirsə, ismin sualına cavab verəcək. Əgər sayı əvəz eləyirsə, sayın sualına cavab verəcək. Əgər sifəti əvəz eləyirsə, sifətin sualına cavab verəcək bu formada. Baxın, yazıram ki, bütün əsas nitq hissələrini əvəz eləyə bilir. Nitq hissələrini əvəz edir. Uşaqlar, bütün əsas nitq hissələrə gedən deyəndə əvəzlik də onun içində gedirmi? Gedir də biz bilirik ki, əvəzlik də əsas nitq hissəsidir. Deməli uşaqlar, əvəzliyin özünü də əvəz eləyə bilir. Bunu da yazıram. Əvəzlik özünü də əvəz edə bilir. Nümunədə verəcəm uşaqlar buna ki, biləsiniz. Burada yazıram, mən bunu bacararam. Bacararam. Görürük ki, burada nə var? Mən. Şəxs əvəzliyidir. İndi bura bir dənə öz artırıram. Özüm bunu bacararam. Gördük uşaqlar, nə edərəm? Bacararam. Kim? Özüm. Məni mən özümlə əvəz elədim. Yəni, əvəzliyin özünü də əvəz eləyə bilir. Nəzərinizdə qalsın bu. Sonra, nəzərinizdə saxlayın ki, əvəzliklər quruluşca sadə də ola bilir. Məsəl üçün, mən, məsəl üçün, o, məsəl üçün, həmin. Əvəzliklər quruluşca düzəltmə də ola bilir. Düzəltmə. Məsəl üçün, uşaqlar, hərə. Hər sözün kökü ə leksik şəkilçisi. Biri. Bir sözün kökü i leksik şəkilçisi. Və yaxud da ki, kimsə. Bitişi yazılanda. Kim sözün kökü sa, sə leksik şəkilçisi. Sonra uşaqlar, mürəkkəb də ola bilir. Məsəl üçün, filan kəs. Filan sözün kökü kəs leksik şəkilçisi. Və yaxud da ki, nə etmək. Nə olmaq, uşaqlar, bunlar mürəkkəbdirlər və burada sual əvəzliyi formalaşmış olur. Nəzərinizdə saxlayın. Deməli, quruluşca sadə düzəltmə mürəkkəb olacaqlar. 6-cı əvəzliyin mənaca növləri var. Hansılardır? Birincisi, şəxs əvəzliyidir. İkincisi, işarə əvəzliyidir. Üçüncüsü, qeyri-müəyyənliyə bildirən əvəzlikdir. Qeyri-müəyyən əvəzlik. Bu, qeyri-müəyyən şəxsi bildirir. Və sonuncusu, daha doğrusu, təyin əvəzlik və sual əvəzliyi. Biz sizinlə bunları ayrı-ayrı danışacağıq. Bugünkü dərsimizdə inşallah şəxs əvəzliyi ilə işarə əvəzliklərin, növbəti dərsimizdə isə digər yerdə qalan üçün danışıb yekunlaşdıracağıq. Deməli, uşaqlar, bu əvəzlik haqqında ilkin bilməli olduqlarımızdır. İndi biz keçirik sırf əvəzliyin mənaca növlərindən danışmağa. Birinci danışırıq şəxs əvəzliklərindən. Hansılardır şəxs əvəzlikləri? Mən, sən, o, bu şəxslərin təkində, biz, birinci şəxsin cəmi, siz, ikinci şəxsin cəmi, onlar, üçüncü şəxsin cəmi. Biz nəyi bilməliyik bunların haqqında? Birinci bilməliyik, çox vacib nüanslardan biridir. Mənsubiyyətə görə dəyişmir. Mənsubiyyətə görə dəyişmir. Nəzərinizdə saxlayın uşaqlar. Nə deməkdir mənsubiyyətə görə dəyişmir?
Heç bir halda biz məni, bizi, onları kiməsə aid eləyə bilməz. Sənin, sizin deyə bilməz. Uşaqlar, nəzərinizdə saxlayın. Dəyişmir. Amma ismin yerində işlənir. İsmin yerində işlənir. Baxın, uşaqlar. Demirəm, ha, isimləşir. Bu isimləşə bilməz. Bu ismin yerində işlənə bilər. Çünki bunun elə yaranma məqsədi odur ki, ismin yerində işlənsin. Ona görə ismin yerində işlənir fikri doğru olacaq. İsimləşir yox. İsmin yerində işlənib nə qara bilər uşaqlar? Hallana bilər. Hallanır. Məsəl üçün, mənin, sənin, ona, bizdə və s. və elə axır. Baxın uşaqlar, hallanarkən yiyəli çala diqqət eləyəcəksiniz. Yiyəli çalda mənim im şəkilçisi qəbul eləyəcək, bizim im şəkilçisi qəbul eləyəcək. Çıxışlı halda o dandəni qəbul eləyərsə, bitişdirici n samitindən istifadə olunacaq. Uşaqlar, biz bitişdiriciləri necə tanıyırıq? N, y, n, s, düz deyilmi? Bunlar harda işlənir? Bunlar iki saitin arasında işlənmək üçündür. Yəni, saitlə bitən sözə saitlə başlanan şəkilçi artıranda bunlardan biri qoşula bilir. Amma burada baxın, artıq burada bitişdirici samit öz funksiyasını daşımır. Düzdür, bitişdirir, amma iki saiti yox. Sait və samiti bitişdirir. Və biz də keçmişik ki, sizdə dandəndən əvvəl m gələrsə, dan-nan kimi tələffüz olunacaq. Onunla. Nəzərinizdə qalsın. Burada bir dənə də səni bilməliyik biz. Səndən, səndən. Bu hallanması haqqında. Üçüncü uşaqlar, cəmlənir. Cəmlənir. Cəmlənirə baxırıq uşaqlar. Bizlər, sizlər. O da cəmləndə oldu onlar. Düz deyilmi? İstisnası varmı? Bəli. İstisna. İstisna da hansı? Mən və sən. Yəni, birinci şəxsin təki və ikinci şəxsin təki heç bir halda cəmlənə bilməz. Üçüncü şəxs cəmləndir. Dördüncüsü, mənsubiyyəti dedik, dəyişmir, cəmlənir, hallanır, xəbərlik qəbul edir. Xəbərlik şəkilçisi qəbul edir. Qəbul edir. Baxaq, gələn mənəm, qaçan odur, bu sənsən, filan şeyi, məsəl üçün, filan şey edən bizik. Görürsünüz, hamısı şəxs sonluğunu qəbul eləyə bildi. Növbəti bilməliyik ki, isim kimi bunlarda qoşmalarla işlənir. Qoşmalarla işlənir. Necə işlənəcək qoşmalarla? Məsəl üçün, baxın. Mənim üçün gəlib. Sənə görə danışır. Bu formada uşaqlar. Və altıncı, buradan yazaq. Bütün cümlə üzvləri kimi işlənə bilir. Burada bəlkə də fikirləşərsiniz ki, müəllim, təyin kimi necə işlənir? Hamısını göstərəcəm. Birincisi, mübtəda. Uşaqlar, yadda saxlayın ki, mübtəda istənilən halda adlı halda olmalıdır. Şəxs bildirməlidir. Biz gəlirik. Nə edirik? Gəlirik. Kim? Biz. Mübtəda. İkinci, xəbər. Danışan, qısa yazmağa çalışıram, odur. Kimdir? Odur. Kim? Danışan. Üçüncüsü, zərflik. Yer, məkan bildirəndə bizə aparın. Nə edin aparın? Haraya? Bizə uşaqlar. Yer, məkan bildirdi bu. Növbəti. Tamamlıq. İstər vasitəli, istər vasitəsiz tamamlıq. Sənə danışacam. Nə edəcəm? Danışacam. Kimə? Sənə. Və yaxud da ki, sizi tanıyıram.
Nə edirəm? Tanıyıram. Kimi? Sizi. Gəldi uşaqlar sonuncu təyin. Hansı halda bunlar təyin olur? Baxın, bizim yəli kalı qəbul edib. Özündən sonra mənsubiyyət şəkilçisi ixtisar oluna bilər. Sizində də, ikisində də. Bizim, sizin, məsəl üçün, bizim ev böyükdür. Böyükdür. Necədir, nəcürdür? Böyükdür. Nədir böyük olan ev? Hansı ev? Bizim ev. Sizin məhlə gözəldir. Necədir, nəcürdür? Gözəldir. Nədir gözəl olan məhlə? Hansı məhlə? Sizin məhlə. Bu uşaqlar olduğu bizim şəxs əvəzliyi haqqında bilməli olduqlarımız. Ən vacib nüanslardan biri mənsubiyyətə görə dəyişə bilməməkdir uşaqlar. Nəzərdə saxlayın. Yəni bunlar haqqında nə varsa hamısını bir-bir sizə mən demiş oldum. Bir dənə nüansı diqqətinizə çatdırıram. Bu bununla bağlı bir şey deyil, amma bunu bilməyiniz şərtdir. Uşaqlar, bura yazılıb ki, məsəl üçün sənsiz çətindir. Və sual verilir, hansı nitq hissələri işlənib? Uşaqlar, burada hər ikisi sifətdir. Sifət. Çünki biz bilirik, axı, sızsız, susuz şəkilçi yalnız sifət düzəldir. Çətin sözünün özündə sifət olduğunu bilirik. Daha bunu görüb, deməyin ki, bu şəxs əvəzliyidir, ikinci şəxsin təkidir. Burada sızsız var. Nəzərinizdə qalsın. Bu bizim şəxs əvəzlikləri haqqında bilməli olduqlarımız uşaqlar. Sonra, bir dənə bunların amonimliyini də deyim. Şəxs əvəzliklərindən biz sözü ilə o sözü amonimdir. Biz sözü həm isim kimi amonimdir, iti uclu alət mənasında, həm əvəzlik kimi amonimdir. O sözü isə istənilən halda əvəzlik və əvəzlik kimi amonimdir. Birincisi şəxs əvəzliyi kimi, ikincisi isə işarə əvəzliyi kimi amonim olacaq. Bunu nəzərdə saxlayın uşaqlar, mütləq şəkildə. Getdik. Növbəti işarə əvəzliyi. Baxın uşaqlar, işarə əvəzliyi işarə məqsədi ilə istifadə olunur. O, bu, elə, belə, həmin, həmən. Həmən yox, həmən. Yəni həmən o mənasında. Deməli uşaqlar, nəyi bilirik burada? Müəyyən şeyləri bilməliyik. O və bu. Nəzərdə saxlayın. Mənsubiyyətə görə dəyişmir. Mənsubiyyətə görə dəyişmir. Bunu bilməliyik. Dəyişmir. Sonra ikincisi, elə və belə. Bu isə mənsubiyyətə görə dəyişə biləcək. Bunu biz bilməliyik. Bunlar haqqında danışacağım. Dəyişir. Həmin, həmən də dəyişmir uşaqlar. Həminlə həmən. Buraya birbaşa yazacağım. Sifəti əvəz edir. Sifəti əvəz edir. Nəzərdə qalsın. Bunun əsas funksiyası sifəti əvəz eləməkdir. Bu əsasən bu funksiyada çıxış eləyəcək. Deməli, işarə əvəzliyindən uşaqlar, amonimliklərini də verirəm bunun. O, elə, belə. Bunlar amonimdirlər. Amonim deyirlər. Onu dedik əvəzlik və əvəzlik kimi. Elə uşaqlar, ədat, eləmək feil və elə əvəzlik kimi amonim olacaq. Belə isə nəzərinizdə qalsın, başlanğıc formada bir ədat olur belə, bir də əvəzlik olur. Yəni, heç bir halda gəlib deməyin ki, müəllim, elə burada və yaxud da ki, belə burada sifətdə axı, zərfdə axı, qəti şəkildə dilimizdə elə, belə deyə bir zərf yoxdur. Nəzərinizdə saxlayın bunu. İndi uşaqlar, biz işarə əvəzliklərindən bir-bir danışacağım. Birinci danışacağım sizə həminlə, həməndən ki, bunlar qısadır. Həmin və həmən. Bunlar uşaqlar sifəti əvəz edir. Sifəti əvəz edir. Və əsasən təyin olurlar. Nəzərdə qalsın. Məsəl üçün, həmin küçə. Nə küçə? Hansı küçə? Həmin küçə. Həmən insan. Kim insan? Hansı insan? Həmən insan. Bu öz yerində, bu belə. İndi uşaqlar, biz danışırıq.
Sırf o və budan. O və bu. Bir də o və bu da vergül. Biz bunu bilməliyik. Deməli, uşaqlar, o və bu sifətin yerində işlənə bilir. O və bu sifətin yerində işlənə bilir. Sifətin yerində işlənir. Əgər uşaqlar o və bu sifətin yerində işlənibsə, yəni təyin olubsa, yəni necə, nə cür daha çox cavab vermir, sifətin suallarını deyirik. Hansı sualına cavab verirsə, hansı, əsasən bu suala cavab verirsə. Necə, nə cür, hansı suallarından birinə cavab verirsə, vergül olmaz, qəti şəkildə uşaqlar, vergül olmaz. Bir mənalı şəkildə, heç bir halda vergül olmaz. Məsəl üçün, o adam buradadır. Haradadır? Buradadır. Kim? Adam. Hansı adam? O adam. Bu maşın mənimdir. Mənimdir. Kimindir? Mənimdir. Nə? Maşın. Hansı maşın? Bu maşın. Qəti şəkildə vergül olmaz. Bir mənalı şəkildə. İndi uşaqlar, bəs vergül haçan qoyula bilər? Əgər o və bu ismi əvəz edərlərsə, ismi əvəz edibsə, nə deməkdir bu uşaqlar? İsmi əvəz edibsə, deməli kim və nə suallarından birinə cavab veribsə və yaxud da ki, deyək ki, mübtədədə olubsa, ən çox halda belə biz müşahidə edəcəyik. Edibsə uşaqlar və özündən sonra bunu artıq əzbərləyirik. İsim, sifət, say, zərf, fe'li sifət, modal söz, nida, xitab ara sözlər gələrsə, vergül qoyulacaq. Baxın uşaqlar, diqqətli olun. Burada modal sözlərdən nida özləri vergül tələb edir uşaqlar. Daha bu, o, bunun vergülü deyil. O, bu yalnız bu əsas nitq hissələrində vergül təyin edir, tələb edir. Məsəl üçün, o özündən sonra isim gətirirəm. O kitab aldı. Nə etdi? Aldı. Nəyi? Kitabı. Əslində nə sualına cavab verir? Kim o? Özündən sonra kim sualına cavab verib? Özündən sonra isim gəlib, vergül qoyuram. Sifət. Bu həyəcanlı görünürdü. Görünür. Neydir görünür? Necə, nə cür, hansı tərzdə həyəcanlı? Kim? Bu. Özündən sonra nə gəlib? Zərf gəlib. Deməli, burada vergül qoyacam. Sonra deyirəm, o bahalı maşın aldı. Nə etdi? Aldı. Nə? Maşın. Necə? Nə cür? Bahalı. Kim? O. Özündən sonra nə gəlib? Sifət gəlib, vergül qoyulacaq. Bir-bir yazıram uşaqlar. O 1993-cü ildə deyək ki, doğulub. Nə edib? Doğulub. Nə vaxt, nə zaman açsam? 1993-cü ildə. Kim? O. Uşaqlar, baxın, özündən sonra burada say gəlib. Baxmayaraq ki, bu özü zərfdir. Özündən sonra say gəlib. Burada vergül qoyacam mən. Nəzərinizdə saxlayın bunu. İndi bu zərflik mövqeyində çıxış edib sadəcə. Sonra zərf. Zərfi yazdıq. Fe'li sifət. Bu oxuyan uşaqdır. Oxuyan uşaqdır. Kimdir? Uşaqdır. Necə, nə cür, hansı uşaqdır? Oxuyan uşaqdır. Kim? Bu. Özündən sonra fe'li sifət gəlib, vergül. İndi uşaqlar, bunu başqa cür də biz fikirləşə bilərik. Bu oxuyan uşaqdır da deyə bilərik. Kimdir? Uşaqdır. Kim oxuyan? Hansı oxuyan? Bu oxuyan. Bunu o formada da düşünə bilərik. Artıq o formada düşünəndə burada vergül olmayacaq. Sadəcə mən başqa bir formasını düşündüm. Modal söz kimi uşaqlar. Bu vergül, əlbəttə vergül sənindir. Kimindir? Sənindir. Nə bu? Özündən sonra modal söz gəlib, modal sözün öz tələbinə görə vergül qoyulacaq. Nida.
O, məsəl üçün deyək, məni anlamır. Nədir anlamır? Kim o, kimi, məni, suala cavab vermir. Ehin sağında da, solunda da nidanın öz tələbinə görə vergül qoyulacaq. Bu qaydadır uşaqlar. Bunu əzbər bilməliyik. Yerdə qalan istənilən halda vergül qoyulmayacaq. Yəni siz istəsəz, məsəl üçün öyrənərsiniz ki, o və bu əvəzliyi deməli ismi əvəz edibsə, yəni kimdən sualına cavab veribsə və özündən sonra bunlar gəlibsə vergül qoyulacaq, digər istənilən halda vergül qoyulmayacaq. Amma mən istənilən halında birini yazmışam burada. İndi birini də yazıram. O və bu üstə gəlinsin. Uşaqlar, əgər isim mövqeyində çıxış eləyərsə, üstə gəlinsin. Feil. İstisna hansı idi? İstisna feili sifət idi. Əvəzlik. Əvəzlik. Ədat. Qoşma və bağlayıcı. Bu zaman heç bir halda vergül qoyulmayacaq. Məsəl üçün, o hətta məni də tanımır. Nəyidir tanımır? Kim? O. Özündən sonra hətta gəlib ədatdır, vergül qoyulmayacaq. Nəzərdə qalsın. Baxmayaraq ki, kilb sualına cavab verir. Bu, qoşma deyək. Qoşma burada bunun üçün olacaqdır. Yəni, məsəl üçün, şəkilçilə. Bunun üçün çalışır. Vergül burada qəti şəkildə olunur. Bağlayıcı. O, elə bax, və var burada. Və-ni də yazıram. O və mən. Dostdur. Burada uşaqlar, dostluq, kim, o və mən. İndi burada diqqətli olun, bir nüansda çatdıracam. Bağlayıcı ilə işlənməkdən bağlı. Əgər burada həmcinslik olsa, uşaqlar, o, mən və sahib dostdur. Əgər uşaqlar həmcins olarsa, həmcins üzvün özündən sonra vergül qoyulur. Daha o ilə, mənlə bağlı olan bir şey deyil. Yəni, mümkündür ki, əvəzlik gələr və vergül qoyular. Amma bu vergül onun vergülü deyil. Bu həmcinsliyin vergüldür uşaqlar. Nəzərinizdə qalsın. Sonra hansını yazmadıq? Qoşma, bağlayıcı, ədat, feili də yazdıq, əvəzliyi də yazdıq, feili yazmadıq. Yazıram ki, o gəldi. Nə etdi? Gəldi kim o? Və yaxud da ki, feili bağlama gələ bilər uşaqlar. O oxuyub yatdı. Nə etdi? Yatdı. Kim? O, necə, hansı tərzdə oxuyub? Vergül qoyulmayacaq, çünki feili bağlamadır. Bu, o, bu haqqında vergülün qoyulmasıdır. Qısa şəkildə belə öyrənirsiniz uşaqlar. O və bu sifətin yerində işlənib hansı sualına cavab verirsə, qəti şəkildə vergül olmaz. O və bu ismin yerində işlənib kim nə sualına cavab verirsə və özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal söz, nida gələrsə vergül qoyacaq. Digər hallarda qoymayacaq. Digər hallar hansıdır? Özündən sonra isim kimi işlənərsə, özündən sonra feil gələrsə, feili sifət istisna, əvəzlik gələrsə, qoşma, bağlayıcı, ədat gələrsə, vergül qəti şəkildə qoyulmur. Bu, o və bu haqqında bilməli olduqlarımız. Bir də uşaqlar, yadda saxlayın ki, bunu artıq qeyd elədim. Bu, o ilə bu mənsubiyyətə görə dəyişmir. Bunu mütləq şəkildə bilməliyik biz. Keçdik növbətiyə. Uşaqlar, deməli, burada o ilə bu haqqında belə bir şey də deyə bilərik. Burada artıq şəxs sonluğuna baxıb bir nəticə çıxartmalıyıq. Uşaqlar, nəzərdə qalsın. Məsəl üçün, o meşədə azıb. Nə edib azıb? Kim azıb? O. Harada azıb? Meşədə azıb. Bir də deyirəm ki, o meşədə azıb. Yəni, meşələr çoxdur. Nə edib azıb? Harada azıb? Meşədə azıb. Hansı meşədə azıb? O meşədə azıb. İndi elə cümlələr var ki, uşaqlar, orada onu həm mübtəda kimi, yəni ismin yerində işlənmiş kimi, həm də sifətin yerində işlənmiş kimi düşünmək olar. Eyni ilə bunu. Bu, deyək ki, bu qələm alıb. Daha doğrusu, qələm aldı. Aha. Bu qələmi aldı. Şəxs sonluğuna baxırıq uşaqlar. Söhbət ondan gedir. Aldı. Kim? Bu. Nəyi aldı? Qələmi aldı. Bir də deyirəm ki, bu qələmi aldı.
Nə etdi? Aldı. Nəyi aldı? Qələmi. Hansı qələmi? Bu qələmi. Burada necə oldu uşaqlar? Şəxs sonluğa baxıram, görürəm bu üçüncü şəxsin təkindədir. Deməli, bunu mübtəda kimi də götürmək mümkündür, düşünmək mümkündür. Lakin bizə belə bir şey də verə bilər. Eyni strukturda gedirəm. Deyirəm ki, o maşını aldı. Bir də deyirəm ki, o maşını aldıq. Fikir verin. Burada aldığını görürəm, deyirəm bu mübtəda ola bilər. Aldı, kim aldı, o, nəyi aldı, maşını, vergül ola bilər. Amma burada dığı görürəm axı. Burada d ayrı, q ayrı, şəxs sonluğudur. Birinci şəxsin cəmidir. Nə etdiyi aldıq, nəyi aldıq, maşını, hansı maşını, o maşını. Daha burada o deyə bilmərik, kim deyə oya sual verə bilmərik, mümkün deyil. Eyni ilə bu deyək ki, bu məktəbdə oxudu. Bir də deyirəm ki, bu məktəbdə oxudun. Şəxs sonluğuna baxıram. Nə etdi? Oxudu. Kim oxudu? Bu. Harada oxudu? Məktəbdə. Burada vergül qoyacam. Amma eyni cümləni, yəni eyni şəxs sonluğunu bu formada versə bizə, bu məktəbdə oxudu. Mən bunu belə də düşünə bilərəm də. Oxudu. Harada? Məktəbdə. Hansı məktəbdə? Bu məktəbdə. Bu nədir? Bu məktəbdə. Burada artıq vergül olmayacaq. Amma bunu uşaqlar heç cür elə düşünə bilmərəm də. Oxudum. Kim? Oxudun. Sən oxudun. Artıq buya kim sualını vermək olmaz. Çünki burada şəxs sonluğu səni göstərir. Harada? Məktəbdə. Hansı məktəbdə? Bu məktəbdə. Bəli, bu da olacaq bizim o-bu haqqında sonuncu qaydamız. Yəni, bəzi cümlələr var ki, uşaqlar, orada onu, bunu həm deyək ki, vergül qoymaq olar, həm də vergül qoymamaq mümkündür. Nəzərinizdə saxlayın bunu. Bu da olsun sonuncu nüansımız. Belə. Deməli, ikinci olacaq elə və belə. Elə və belə, uşaqlar, ya sifəti əvəz edir, yəni bunun əsas yaranma funksiyası sifətlə zərfi əvəz eləməkdir. Yəni, əgər elə adam tapılmaz deyirəmsə, burada olacaq sifət. Kim adam, necə adam, elə adam. Əgər zərf kimi işlətmək istəyirəmsə, elə danışma deyəcəm. Nə etmə, danışma, necə, nə cür, hansı dərsdə, elə. Eyni ilə beləni də deyə bilərəm. Belə deyək ki, kitab yoxdur. Yoxdur, nə kitab, necə kitab, belə kitab. Belə deyən gül. Belə gül və yaxud da ki, belə gülmə. Nə etmə, gülmə, necə, nə cür, hansı dərsdə, belə. Burada olacaq zərf. Bəs biz bunu necə qarışdıra bilərik, uşaqlar? Nəzərdə saxlayın ki, elə sözü həm də ədat kimi də işlənə bilər. Bəs burada bir problem yarana bilər. Məsəl üçün, elə dost ev yıxır. Diqqətli olun, uşaqlar. Nədir ev yıxır? Kim? Dost. Necə dost? Elə dost. Bir də deyirəm ki, elə, burada bir pauza var. Elə dost ev yıxır. Burada isə ev yıxır, uşaqlar. Kim? Dost. Eləyə sual vermirəm. Elə burada ədatdır. Hardan bilə bilərəm? Rahat şəkildə bura məhz artırın. Məhz. M-ə-h-z. Bu məhdudlaşdırıcı ədatdır. Əgər elə məhdudlaşdırıcı başqa ədatı, yəni məhz ədatı qəbul eləyə bilirsə və yaxud da ki, tələffüz eləyəndə siz onu bir pauza ilə tələffüz eləyə bilirsinizsə, burada ədatdır. Baxın, elə dost ev yıxır. Bir də deyirəm ki, elə dost, artıq təyin eləyirəm bunu, elə dost. Burada təyin olacaq. Burada əvəzlidir. Amma elə dost ev yıxır deyirəmsə, elə burada olacaq ədat. Nəzərinizdə saxlayın. Bir də uşaqlar, bunun feil kimi işlənmə belə deyək də, şeyi də var. Məsəl üçün, dərslərini elə. Burada nə et? Elə bu, eləmək mənasındadır. Bunu da yəqin ki, heç vaxt qarışdırmazsınız. Növbəti nüansımız olsun, beləni fərqləndirmək uşaqlar. Belə də necə işlənə bilər? Ədat kimi işlənə bilər ki, biz onu qarışdıraq. Ədat kimi işlənəndə uşaqlar, yadda saxlayın, beləni hətta ilə əvəzləyə bilərsiniz. Və yaxud da ki,
elə belə olan yerə həddən də artıra bilərsiniz. Məsəl üçün, baxın, sən belə bacarmazsan. İki başlıdır. Sonra gəlin baxaq. Bu 2 dəfə yazım. Sən belə bacarmazsan. Baxın, nə etmərsən, bacarmarsan, kimsən, necə bacarmazsan, belə, yəni belə bacarmazsan. Amma indi deyirəm ki, bacarmazsan, kimsən, sən belə, yəni hətta sən bacarmazsan. Beləni çıxıram, hətta atıram əvvələ, hətta sən bacarmazsan. Yəni hətta sən belə bacarmazsan, hətta sən bu formada bacarmazsan. Deməli, belə burada olacaq uşaqlar ədad. Və yaxud da ki, sırf ədad kimi düşündüyün yazaq, o belə gəlmədi. Və yaxud da ki, o belə, deyək ki, o belə susur, deyək bəlkə. Aha, deyirəm ki, uşaqlar belə ona nifrət edir. Burada sırf ədaddır. Bunu başqa cür düşünmək olmaz. Uşaqlar belə ona nifrət edir. Burada belənin əvəzinə nə qoya bilərəm uşaqlar? Hətta qoyacam. Hətta uşaqlar belə, yəni belənin əvəzinə və yaxud da ki, belənin əvvəlinə, hətta uşaqlar belə ona nifrət edir. Bir də uşaqlar, beləni pauza ilə ayırıram. Yadda saxlayın, uşaqlar belə, gözünüz burada dayanıram, ona nifrət edir. Burada artıq olacaq ədad, nəzərinizdə qalsın. Sonra, bu oldu bunların sifət, zərf və işlənməsi və ədad kimi fərqləndirilməsi. İndi danışaq elə belənin isim yerində işlənməsi. Uşaqlar, elə ilə belə ancaq mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra isim kimi işlənə bilər. Məsəl üçün, baxın, eləsi, beləsi bizə lazım deyil. Bu birincisi. İndi uşaqlar diqqətli olun. Bir də üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Və uşaqlar nəzərinizdə saxlayın ki, mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hal şəkilçisi də qəbul edə bilər. Cəm şəkilçisi də qəbul edə bilər. Məsəl üçün, baxın, elələri və yaxud da ki, beləsinə. İndi diqqətli olacaqsınız nəyə? Siz deyə bilərsiniz ki, müəllim, burada birinci cəm şəkilçisi gəlib, sonra mənsubiyyət şəkilçisi gəlib də. Gəlin bu mənsubiyyəti ataq. Elələr sözünü işlədirik, uşaqlar bir, elələr. Mümkün olası bir şey deyil. Elələri işlədirik. Nəzərdə qalsın. Yəni, bu mənsubiyyət şəkilçisini qəbul etməsəydi, siz buna cəm şəkilçisində artıra bilməzdiniz. Eyni ilə hal şəkilçisində. Eləyə, beləyə deyə bilmərik uşaqlar. Elənin, belənin deyə bilmərik. Nəzərdə qalsın. Deməli, yadımızda saxlayırıq ki, elə və belə əvəzlikləri ancaq mənsubiyyət şəkilçisini qəbul etdikdən sonra hal və ya cəm şəkilçisini qəbul edə bilir. Yerdə nə qaldı? Yerdə xəbərlik qaldı. Xəbərlik şəkilçisini isə mənsubiyyət şəkilçisini qəbul etmədən də qəbul edə bilir. Məsəl üçün, deyirəm ki, bu belədir. Belədir. Mən eləyəm. Eləyəm. Nəzərinizdə qalsın. Bu, yəqin ki, problemli bir şey deyil. Həm mənsubiyyət şəkilçisi qəbul edəndə qəbul edə bilər, həm də müstəqil şəkildə qəbul edə bilər. Burada artıq isimləşmə olacaq, artıq uşaqlar ismin yerində işlənəcək. Bu da oldu elə-belə əvəzliyi haqqında bizim bilməli olduqlarımız. Bu da uşaqlar bizim bugünkü dərsimiz olsun. İnşallah.